Bu qədər məhsula cəmi 30 manat ödədim. Hər kəsə salam dostlar, Fikirli kanalına xoş gəlmisiniz. Bu gün sizlərin qarşısında Temunun kredi iadəsi kampaniyasından əldə etdiyim məhsulların kutu açılımını edəcəm və bu kampaniyadan necə əldə etdim və bu məhsullara 30 manat hansı şəkildə ödəniş elədim və mənə qayıdan ödənişləri necə istifadə etmək olur, bunlar haqqında ətraflı bir şəkildə sizə məlumat verəcəm. Çox uzatmadan keçək və məhsullarımıza baxaq görək bu qutunun içərisində hansı məhsullar var, həqiqətən də bu məhsullar 30 manata dəyir yoxsa dəymir, bir yerdə baxaq. Deməli dostlar, kutu açılımı etməmişdən qabaq birinci növbədə birinci kutumu mən sizə göstərmək istəyirəm. Kutumuzun içərisindən çıxan birinci məhsulumuz bu şəkildədir. Deməli bu məhsulda 30 manatın içərisinə daxildir. Birazdan da videonun sonunda izah eləyəcəm necə bu məhsullar mənə 30 manata gəlir. Yəni kredi iadəsi kampaniyası necə işləyir, hamısını sizə izah eləyəcəm. Videonun sonuna qədər izləməniz tövsiyə olunur. Birinci məhsulumuz bu şəkildədir. Baxın gördüyünüz kimi kutudan da bilindiyi kimi bu məhsulumuz TV Box Android aparatıdır. Bunu mən Temurda çox görürdüm. Əslində bundan da mən çox sifariş vermişəm dostlar. Üzərində yazır ki Android 14 versiyası və yaddaşı nə qədərdir baxaq. Üzərində yazdığı kimi əslində mən bilirəm nə qədərdir. Bundan əvvəlki videomuzda sifariş verərkən bu məhsullar necə sifariş vermişəm, həmin videonun linkini açıqlama bölməsində əlavə edəcəm. Oradan da siz baxa bilərsiniz. Həm də ki kampaniyadan istifadə etmiş olarsınız. 2 GB RAM var və 16 GB yaddaşı var. Wi-Fi-yə qoşulur. Android əməliyyat sistemi, YouTube, Netflix hər bir şeyi var. Kutudan çıxardaq, baxaq görüm içərisində nələr çıxacaq. Əslində kutusu da biraz əzilib. Baxın videoda biraz bilməm görsənmir. Kutumuz biraz əzilib. Nə yalan deyim. Bu şəkildə. Kutunu bir dənə tez bir şəkildə açmaq istəyirəm. Deməli kutunun içərisində nələr çıxacaq? Belə çıxarı çıxır bu şəkildə və aparatımızın özüdür təbii ki. Bu aparatı mən nəyə xoşlayıram dostlar? Bu aparat, yəni mən 2-3 dəfə almışam, həqiqətən çox xoşuma gəlib. Belə bir aparatdır, TV Box. Hansı ki evinizdə, televizorlarınızda internet yoxdursa və ya da YouTube-a qoşulmaq istəyirsinizsə, bu şəkildə aparat alıb, qoşub siz oradan istifadə edə bilərsiniz. Yəni əlavə YouTube-dur, Netflix-dir, Google Chrome'dan kimi istifadə etmək olur. Arxasında da gördüyünüz kimi bu şəkildə məlumatları verilib. Yaddaşı, RAM-ı falan nə qədər lazımdırsa. İçərisindən bir də nə çıxır? Təbii ki, qoşmaq üçün qurğuları çıxır. Bu şəkildə gördüyünüz kimi adapter çıxır. Və təbii ki, qoşmaq üçün pult və HDMI kabeli. Pultu da belə qəşəng pultu var. Dedim ki, bundan mən xoşum gəlir. Pultu uzaqdan tutur. Gördüyünüz kimi qəşəng belə pultu var, bir ədəd də HDMI kabeli. İndi bunu mən televizora qoşacağam dostlar. Sizə göstərəcəm ki, necə performans verir. Daha sonra digər məhsullarımıza keçəcəyik. Dostlar, deməli baxın, aparat bu şəkildədir. Baxın, şöhrən televizora qoşmuşam. Bunu istədiyim kimi buradan YouTube-a falan hər bir şeyə daxil ola bilirəm. Hətta internetə belə qoşulur. Gördüyünüz kimi buradan ayarlar var. Və YouTube-a daxil ola bilirsiniz. Aparatımız da bu şəkildədir, Temurdan aldığımız. Digər bir məhsulumuz isə belə kutuda gələn kamera məhsulumuzdur. Bundan əslində 2 dənə sifariş vermişəm. Bunun yerinə başqa şey də sifariş verə bilərdim. Amma mənə ehtiyac olduğu üçün 2 ədəd sifariş vermişəm. Baxın belə 2 dənə kutudadır. Baxın gördüyünüz kimi. Yəni bunların ikisi bir yerdə alası olsuz hələ 50-60 manat qiyməti var. İndi burada bilmirəm qiymətləri açsası nə qədərdir. Yəni bunlar kameradır dostlar. Wi-Fi ilə qoşulan kameradır. İndi birazdan göstərəcəm. Bir də ki, nə almışam? Bunu əslində kiçik bir şeydir. Bunun videoda əlavə ekstra olaraq almışam. USB flash kartımızdır, yaddaş qurğusudur. Belə bir məhsuldur. Açım sizə göstərim. Bu da yəni bu məhsullara daxildir. Yəni dəmirdir, səhvləmirəmsə. Baxın gördüyünüz kimi belə bir flash kartımızdır. Evdə istifadə etmək üçün bunu da ki bu məhsullara daxildir. Bunu ataq qırağa və buradakı məhsullarımızın kutu açılımını eləyək. Bunlar əslində bilirik nədirsə, sadəcə bir dənəsini açacağam. İkisi də eynidir, qutudakı eyni məhsuldur. Bunları məsəl üçün bu şəkildə açaq. Qeyd edim ki, bunu bilən bilir. Çox video uzun çəkməsin deyə uğraşdırıb göstərmək istəmirəm əslində. Mən belə bir qutudadır. Bir ədəd üzərinə kabeli gəlir. 5 kabeli var. Bir də məhsulumuzun özüdür. Bu Wi-Fi ilə qoşulan iki tərəfli kameradır. Dostlar baxın.
Çox qəşəngdir həqiqətən gördüyünüz kimi. Üzərində yaddaş kartı gəlmir. Amma təkli şəkildə bunu Temudan sifariş verəndə birbaşa özünü alanda, yəni 25-30 manata başa gəlir. Amma bu kampaniyadan istifadə etdikdə daha sərfəli qiymətə gəlir. Bu şəkildə yəni proqramını yükləyirsiniz, qoşursunuz. Bir də üzərində belə qurğusu gəlir. Bunu taxırsınız üzərinə. Telefondan internetə qoşulub hardan istəsəz bu məhsuldan, yəni ki, ola bilər ki, obyektiniz olar, nəyəsə olar, izləyə bilərsiniz. Yəni Wi-Fi üçün kameradır, bu da eyni şəkildə, eyni kameradır. Gördüyünüz kimi bu şəkildə. Bunları əslində quraşdırıb göstərərəm, amma adətən bir videoda necə quraşdırma olar, əslində göstərərəm sizə. Bildiniz, yəni 1080p keyfiyyətində telefondan kameradır, güvənlik kamerasıdır. Onun üçün video uzun çəkməsin deyə bunu göstərmirəm. Gəlin isə keçək və bu məhsulları necə əldə etdim, necə 30 manata gəldi mənə çıxdı bu məhsullar. Kampaniyada necə istifadə etdim, kampaniyadan qayıdan ödənişlər mənim balansıma necə keçir, onları sizlərə göstərək. Dostlar, keçdik kompüterimizin ekranına. Deməli, bu Temu proqramına daxil olmuşam və bu məhsulları mən necə əldə etdim. Əslində mən məhsullara burada profilin bölməsinə daxil olun və sifarişlər bölməsinə daxil olduqda ümumi 116 manat ödəniş eləmişəm. Amma bunun necə 36 manata gəlib, indi mən sizə izah edeyim. Baxın, burada gördüyünüz kimi bizim kredi bakiyəmiz var. Axtarış bölməsinə kredi fırsatı bu şəkildə yazırıq. Əvvəlki videoda da istifadə qaydası var. Qeyd edim ki, birinci növbədə o videonu izləməyiniz tövsiyə olunur. Təbii ki, bu istifadəçiyə qalıb. Burada biz fikirli kanal olaraq şəxsi fikrimizi bölüşdürürük. Bundan istifadə edib etməmək sizə qalıb. Yəni bu şəkildə kredi fırsatı yazdıqda axtarış bölməsinə bizi kredi iadəsi bölməsinə atır. Düzdür, indi baxın, gördüyünüz kimi burada fərqli kredilər çıxır. Bəzən elə istifadəçi var 29 manat, elə istifadəçi var 76 manat, elə istifadəçiyə var 100 manat qaytarır. Mən burada kampaniyadan istifadə etdiyim üçün al düyməsinə bir kərə sıxıram. Baxın, gördüyünüz kimi məhsula ödədiyim məbləğdən 76 manat 80 qəpik, hardasa 77 manatını geri ödəniş eləyib. Baxın, gördüyünüz kimi hər gün girib bu ödənişləri almışam və axırıncı da ki, sabah olacaq 26 manat 89 qəpik. Bu şəkildə bu aldığım balanslar da, yəni 106 manat ödədiyim məbləğin qarşılığında bu balanslar mənim Temunun balansına oturur. Bu şəkildə gördüyünüz kimi, baxın, mənim balansıma oturur. Nəticə olaraq bu məhsullar mənə 30 manata gəlib çıxmış olur. Amma ayrı-ayrı dağıtsınız, baxın, gördüyünüz kimi bu məhsulların təkcə bu TV Box-un 38-40 manat qiyməti var. İndi sual verəcəksiniz ki, bu bizə nağd şəkildə qayıtmır. Bəli dostlar, nağd şəkildə qayıtmır. Amma yenə də ki, bu ödənişə siz məhsul sifariş verə bilərsiniz. İndi məndə burada 50 manatı qayıdıb, amma sabahda qalanını çıxarış edəcəm və ödənişlər Temunun ana balansına qayıdacaq. Yəni bu balansla da sizi nağdlaşdırmaq istəyirsə, bir dostunuz hansısa bir məhsul sifariş verirsə, ondan nağd ödənişini alıb sifariş verib nağdlaşdıra bilərsiniz və yaxud da özünüzə yenidən məhsullar sifariş verə bilərsiniz. Bu şəkildə Temunun balansına kredi kimi əlavə olunur. Qeyd edim ki, bundan necə istifadə etmək olar, bunların şərtləri nədir, necə ödəniş eləmək olar, onun haqqında ətraflı bir şəkildə video çəkmişik. Bu videonun açıqlamalarına və bu kartlara əlavə etmişəm. Temunun kredi 76 manat necə görə ödəniş aldım, bu şəkildə videosu var. Həmin videoyu izləyib siz kampaniyadan yararlana bilərsiniz dostlar. Videomuz bu qədər idi. Ümid edirəm ki, sizlərə də video maraqlı gəldi dostlar. Həqiqətən də bu videoların davamı gəlmək istəyirsə, dostlarınızla paylaşın və bəyənin ki, belə videoların davamı gəlsin. Təqdim etdi Fikirli kanalı.